Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində Masallı rayonunun Ləngan kənd ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən bildirilib ki, ilkin məlumata əsasən Toyota Prado markalı 10 RV 404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyaroğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər sürücünün övladları 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu 2002-ci il təvəllüdlü Alışov Aydın Təhmasiboğlu hadisə yerində həyatlarını itiriblər. Faktla bağlı araşdırma aparılır.